Salam, hörmətli izləyicilər. Əgər siz bankadan kredit götürən şəxsə və ya başqasından pul götürən şəxsə zamin olmusunuzsa və həmin şəxs pulu ödəməsi zamin kimi pulu sizdən tələb edirsə, bilməlisiniz ki, bu halda nə etməlisiniz? Video sonuna qədər baxın, mən hüquqşünas Zaur Seyidzadə bu barədə məlumat verəcəm. Amma əvvəlcə iki məlumatın nəzərdə çatdırmaq istəyirəm. Qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquq məsləhətinin verilməsi 10 manatdır. Və bundan əlavə ərizə yazıb e-mail, WhatsApp ünvanına göndərəm. Bir də hörmətli izləyicilər, sizdən xahiş edirəm ki, mən əyri təşkilatın rəhbəri olduğuma görə, eyni zamanda əyri şəxs olduğuma görə, əyri arabasında olduğuma görə araşdırma aparmışam. Dünyanın 40 tanınmış əyriləri haqqında kitabı yazmışam. Motivasiya kitabıdır. Həmin kitabı satıram. Qoy hamı bilsin, bəyənin videonu. Həm kitabı almaq üçün, həm hüquqi yardım almaq üçün mənim telefonuma videonun izahı yerində YouTube kanalına qeyd olunub. Eyni zamanda YouTube kanalının şot bölməsində istənilən videonun üzərində var. Kart nümayəndə. Bir də imkan daxilində videonu bəyənin. YouTube kanalına abunə olun. Kimin imkanı varsa iyanə də etsin kanala dəstək üçün. Və bəyəni keçək mövzuya ki, nə etmək lazımdır zamin olan şəxsə. Onu qeyd edim. Əvvəla onu qeyd edin ki, bankadan olan şəxsə, yəni bankadan kredit götürən şəxsə zamin olduğunuz halda bank gözü müqavilənin bağlı zamin kimi sizinlə avtomatik sizə sənədə imza atılsınızsa, əgər yox, fiziki şəxsdə pul götürürsünüzsə, o halda zamin olursunuzsa, bu notariyə qədər təsdiq olunmalıdır. Əks halda onun heç bir əhəmiyyəti yoxdur. Və vətəndaş dediyin kimi pul ödəməsi sizdən tələb edilirsə, bu halda mütləq siz həmin vətəndaşdan pulu tələb edə bilərsiniz, belə ki, onun əmlakı varsa əmlakın üzərinə həbs qoydura bilərsiniz və ya işləyirsə, onun əmək haqqından tutulmasına dair iddia əsası verə bilərsiniz məhkəməyə və ya pensiya alırsa pensiyası tutulmasından barədə iddia əsası verə bilərsiniz. Bundan əlavə onu qeyd edin ki, bir də görürsən ki, zamin bir neçə şəxs o, 2 nəfər, 3 nəfər, 4 nəfər, 5 nəfər dəfələrlə məndə işdə olub. Amma gəlib bir nəfərdən pul tələb edibə. Bu da qanunsuzdur. Sizin əgər məhkəməyə çağırırsa ki, zamin kimi pul ödəməlisiniz, gəl pul ödə. Onda siz tələb edin ki, məndən başqa məsələn 3 zamin var. Orada müştərək qaydalar ödəsin. Məsələn, belə deyək, 6000 pul varsa, 6000 3 yerə bölsün, hərəmizə 2000 ödəyək. Amma dediyin kimi, sonra məhkəməyə verib həmin şəxsdən pulunuzu ala bilərsiniz. Adətən belə deyəlim, kredit götürən şəxslər edir ki, öz evi, göv qalmasın.